Salam, hər vaxtımız xeyir. Bugün sizə su haqqında danışacağam. Nəyə görə su içməliyik? Su həyat mənbəyidir. Məlum olduğu kimi yer kürəsini və insan orqanizminin 3/2 hissəsini su tutur. Və bütün həyati vacib proseslər üçün, istər təbiətdə, istər orqanizmlərin həyatında, istərsə bizim həyatımızda su vacib funksiya daşıyır. Suyu hər bir kiloqramımıza düşən bir miqdarı var. 1 kiloqramımıza 0,3-0,6 ml su düşür. Amma bəzi xəstəliklər var ki, bu xəstəliklər zamanı suyun az içilməsi, bəzi xəstəliklər var ki, suyun çox içilməsi məsləhət görülür. Böyrək problemi olan xəstələrimiz, xüsusilə də ayağında şişməsi olan, damar patologiyası olan xəstələrimiz, sidiyində zülalı aşkarlanan xəstələrimiz suyun miqdarını həddən artıq çox içməməlidir. Çünki bunlar bədəndə damar divarından dəri altına yığılaraq ödem yaradır. Qrip olduğumuz zaman, idmanla məşğul oluruqsa, temperaturumuz varsa, infeksion xəstəliklərimiz varsa, şəkərimiz varsa və digər bəzi xəstəlikləri olduğu zamanı insanlar daha çox maye qəbul etməlidir. Maye çiy halda qəbul olunmalıdır və maye içək sözü deyiləndə bura çaya aid deyil, bura qazlı içkilərə aid deyil, bura alkoqol aid deyil. Su sadəcə saf formada içilməlidir. Digər içkilər mayeye daxil deyil. Diqqətinizə görə təşəkkür edirəm.